Müstəqillik günü münasibətilə hər birinizi təbrik edirəm. Elə Cumhuriyyətdən danışmışkən Azərbaycanda əlbəttə ki, hüquqi kontekstdə qadınların siyasi hüquqlarının tanınması da elə Cumhuriyyət dövründə baş vermişdir, onlara səs vermə hüququ tanınmışdır. Ancaq mənə elə gəlir ki, gender bərabərliyi əslində Azərbaycan xalqının tarixən, milli yaddaşında olan bir davranış üsuludur, sosial bərabərlik qaydasıdır. Biz bunu harada görürük? Hər şeydən öncə qrammatika genderində görürük. Yəni, Azərbaycan dilində, türk dillərində qadınları cinslərinə görə fərqləndirmək üçün ayrıca şəkilsi biz düşünməmişik, yəni bərabər görmüşük. Amma bəzi Hind-Avropa xalqlarında qadınları fərqləndirmək üçün ayrıca şəkilsi yaradılıbdır və çox maraqlıdır ki, tarixi təkamül prosesində nə baş verir? Bugün İngilis dilli mühitdə də təbii o gender hüquqi kontekstdə inkişaf etdikcə dildən bu şəkilsizlər düşməyə və yaxud məhdudlaşmağa başlayır. Demək ki, tarixi şüur kontekstində bizim gender bərabərliyimizin çox dərin bazası var. Hazırda Hind-Avropa xalqlarında, İngilis dilli mühitdə, Fransız dilli mühitdə, Rus dilli mühitdə baş verən proseslər yeni bir terminlə ifadə olunur. Neytral, dildə neytral gender. Yenə də belə müqayisə aparanda biz görürük ki, yenə də bizim dil hadisəsi həm də sosial davranış hadisəsi kimi bizim sosial münasibətlərimizin, əks cinsə münasibətimizin keyfiyyətini müəyyənləşdirir. Bu çox yaxşıdır. Hörmətli Bahar xanım çox maraqlı statistika təqdim etdi. Əlbəttə ki, bunun hamısı bizim üçün maraqlıdır. Nəticə itibarilə Hicran xanım da qeyd etdiyi kimi biz qanunvericiliklə də Milli Məclisə çox fəal qəbul edilən qanunlarla bu gender bərabərliyini dəstəkləyirik və onun hüquqi bazasını formalaşdırırıq. Bu istiqamətdə Milli Məclisə çox işlər görülübdür və görülməkdə də davam ediləcəkdir. Ancaq mən bir neçə problemlərə toxunub və bir neçə təkliflər vermək istəyirəm. Şübhəsiz ki, bu məlumatı yüksək qiymətləndirərək, təqdim olunan məlumatı yüksək qiymətləndirərək. Bu günlərdə gender bərabərliyinin ən əsası hesab olunacaq bir hadisə ilə bağlı mən maraqlı bir statistika oxudum. 2025-ci ildə təkrar nəsil istehsalı prosesində dünyaya gələn uşaqlar və təkrar nəsil istehsalı prosesində ilkin döl dövründə yeni nəslin tibbi üsullarla demək kənarlaşdırılması. Rəqəmlər təqribən bərabər idi. Hər ikisi 95 min, 100 min arasındaydı. Burada da Hicran xanım səsləndirdi. Artıq oğlanların sayı qızların sayından hər il bir qədər daha çox artmağa başlayır. Belə olan halda mən elə gəlir ki, fundamental gender elə burada olacaqdır. Gələcəkdə bu bizim üçün problemə çevrilə biləcəkdir. Bunun səbəblərinin araşdırılması, öyrənilməsi və təkrar nəsil istehsalı prosesində erkən dövrdə dölün sıradan çıxarılmasının qarşısının alınması üçün tədbirlər görməliyik. Məncə artıq rəqəmlər həyəcan çalmaq üçün, həyəcan təbili çalmaq üçün kifayət qədərdir. İkincisi, əlbəttə ki, mən çox istəyərdim ki, şəhər və əyalətlər üzrə gender bərabərliyi və gender problematikası ayrıca bir müqayisəli təhlil edilsin və regionlar üzrə ayrıca müqayisəli təhlil edilsin və buna uyğun da Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin maarifləndirmə proqramları müəyyənləşdirilsin. Bu maarifləndirmə həm gender əsaslı, həm hüquqi əsaslı olsun. Eyni zamanda cəmiyyətin digər ictimai fəal institutlarının da bu prosesə cəlb olunması mən elə gəlir ki, bu problemin həll olunmasında kömək edə bilər. Qaldı ki, hüquqi kontekstdə əlbəttə ki, bu proses gedir, böyük işlər görülür. Ona görə də mən məlumatlarını yüksək qiymətləndirirəm. Diqqətinizə görə sağ olun.